Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirildi. İqtisadiyyat Naziri Mikayıl Cabbarov və ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes məsələləri üzrə köməkçisi Caleb Orr'un həmsədrliyi ilə keçirilən tədbirdə hər iki ölkənin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak etdilər. Birinci iqtisadi dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunan panel sessiyalar keçirildi. Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu, orta dəhliz, regional həcməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə olundu. Həmçinin biznes dairələri ilə görüş keçirildi. Özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olundu. Tədbir çərçivəsində İqtisadiyyat Naziri Mikayıl Cabbarov və ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes məsələləri üzrə köməkçisi Caleb Orr'un iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və dialoqun protokolu imzalandı. Daha sonra birinci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunan mətbuat konfransı keçirildi. Konfrans çərçivəsində İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirdi ki, Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq, nəqliyyat tranzit əlaqələrindən enerji təhlükəsizliyi, kritik minerallar, investisiyalar və süni intellekt sahələrinə qədər geniş istiqamətləri əhatə edir. Nazirin sözlərinə görə, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda kritik minerallar sahəsində çox güclü potensial var. Bu potensial Azərbaycanda hasil edilən kritik minerallarla məhdudlaşmır, həm də birgə yeni kəşfiyyatların aparılmasını, növbəti mərhələ olan emal müəssisələrinə diqqət yetirilməsini və təcrübə mübadiləsini əhatə edir. Amerika Birləşmiş Ştatlarından olan bu sahədə ixtisaslaşmış özəl sektor şirkətləri ilə əməkdaşlıq etməyi, onların bilik və təcrübələrindən, eləcə də mövcud alətlərdən yararlanmağı səbirsizliklə gözləyirik. Bu alətlər Prezident Trump administrasiyasının ortaya qoyduğu baxış sayəsində mümkündür. Onlar kritik faydalı qazıntıların hasilatının inkişafı sahəsini öz administrasiyaları dövründə ən mühüm və yüksək prioritetlərin biri kimi müəyyən ediblər. Bizim üçün bu dialoq Azərbaycan və ABŞ arasında strateji iqtisadi tərəfdaşlığın gücləndirilməsində mühüm bir addım olub. Bizim energetika sahəsində çox yaxşı və uğurlu nümunəmiz var. Bu, hazırda yalnız Azərbaycanın iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də yaşadığımız regionun coğrafi hüdudlarından kənara çıxan daha geniş bir regiona töhfə verir. Mikayıl Cabbarov həmçinin qeyd etdi ki, iqtisadi dialoqun əsas istiqamətlərindən biri ticarət və tranzit məsələləridir. Düşünürəm ki, orta dəhliz mövzusu bu kontekstdə təbii olaraq mühüm yer tutur. Bu əməkdaşlıq yalnız ənənəvi nəqliyyat infrastrukturu ilə məhdudlaşmır, daha geniş məzmun daşıyır. Bura enerji, aralıq nəqliyyat infrastrukturu, azad iqtisadi zonaların istifadəsi və üçüncü tərəflərin iştirak etdiyi əməkdaşlıq da daxildir. Enerji təhlükəsizliyi Azərbaycan-ABŞ əməkdaşlığının ənənəvi istiqamətlərindən biri olaraq qalır. Bu sahədə fəaliyyət göstərən aparıcı Birləşmiş Ştatlar korporasiyaları mövcuddur. Həyata keçirilən bir çox layihələr ABŞ kapital bazarlarına çıxışdan və ABŞ-nin Exim Bankı kimi qurumların dəstəyindən faydalanıb. ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes məsələləri üzrə köməkçisi Caleb Orr isə vurğuladı ki, Bakı Enerji Həftəsi çərçivəsində ABŞ özəl sektoru ilə SOCAR arasında, eləcə də İqtisadiyyat Nazirliyində əlavə kommersiya sənədləri imzalanıb. Onun sözlərinə görə, imzalanan yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard ABŞ dollarından çoxdur. Caleb Orr qeyd etdi ki, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yaxın illərdə görünməmiş səviyyəyə çatacağı gözlənilir.
Bu razılaşmalar təkcə enerji sektorunu deyil, həm də investisiya fondlarını, o cümlədən Apollo kimi qurumların Azərbaycanın enerji sektoruna cəlb olunmasını əhatə edir. Prezident Trumpın vasitəçiliyi ilə əldə edilmiş tarixi sülh razılaşması, beynəlxalq sülh və rifah hüküm marşrutu da özündə ehtiva edir. Bu, investisiya yatırdığımız tarixi infrastruktur dəhlizidir. Bu dəhlizin yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını təmin edəcəyini gözləyirik. Enerji iqtisadi münasibətlərimizin üzərində qurulduğu çox güclü təməldir. Lakin biz artıq bu çərçivədən daha geniş əməkdaşlığa doğru irəliləyirik. Məhz bu iqtisadi dialoq ABŞ-nin Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ölkə iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq istiqamətində qətiyyətli səylərini nümayiş etdirir. Bu səfər zamanı Azərbaycana investisiya yatıran ABŞ şirkətləri ilə söhbətlərimdən və burada gələcəkdə biznes imkanları barədə eşitdiklərimdən sonra iqtisadi əməkdaşlığımızın görünməmiş səviyyələrə çatacağına hər zamankindən daha çox inanıram. Qeyd edək ki, 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoqunda bu il Bakının ABŞ-nin 2-ci Dünya Süni İntellekt həftəsinə ev sahibliyi edəcəyi elan olundu.